Şirvanşahlar 11-12-ci əsrlərdədir. Bətul, yaz. 11-12-ci əsrlərdədir. Deməli, biz deyirik ki, Səlcuqlar Oğuzların qılıq boyundan idilər. Baxın, Osmanlılar qari boyundandır, Səlcuqlar isə qılıq boyundandılar. Və Səlcuqlar Mərkəzi Asiyada yaşayırdılar, Qəznəvilər dövlətinin tərkibində, Oğuz tayfaları şəklində yaşayırdılar. Biz hər şeydən əvvəl dərk edək ki, ümumiyyətlə, Türk tayfalarının axınları var Azərbaycanda. Birinci ondan başlayaq. 3 dənə axını var Türk tayfalarının Azərbaycanda. Birincisi, yerədən və 7-ci əsrdə ayrı sistem olsun. İkincisi, Saq tayfaları, Eyramızda 3-7-ci əsrlərdə Mon, Avar, Vasir, Xəzər və s. Və 11-ci əsrdə isə Oğuz tayfalarının axınlardır, Oğuz axınları. Səlcuqlar dedik ki, qılıq boyundandılar və onlar 1015-ci ildə Səlcuqun oğlanları Çağrı və Toğrul bəyin rəhbərliyi ilə müxtəlif ərazilərə yürüşlər edirlər və 1015-ci ildə də Çağrı bəyin rəhbərliyi ilə Van gölü hövzəsinə, Naxçıvana yürüş etmiş, orada Bizansپərəst feodalları belə desək, məğlub etmişdilər. Bu sadəcə kəşfiyyat xarakterli yürüyüş idi. Ümumiyyətlə, ətrafdakı vəziyyətə, ora köçür-köçməyin uyğun olmadığına və s. baxırdılar. Dediyimiz kimi, onlar Qəznəvi dövləti ərazisində məskunlaşmışdılar. Lakin 1028-ci ildə Sultan Mahmud Qəznəvinin dövründə onların arasında Sultan Mahmud Qəznəvinin Səlcuq türkləri ilə arası pisləşir və təqribən 2000-ə qədər keçmişdir Rəvvadi mövzusunda. Oğuz ailəsi gəlib Azərbaycanın cənubunda Rəvvadi hökmdarı Vəxsudanın icazəsi ilə Rəvvadinin ərazisində məskunlaşmışdır. Nəhayət Səlcuqlar güclənirlər və 1-ci Toğrul tərəfindən 1038-ci ildə paytaxtı Nişapur olan Səlcuq dövləti yaradılır. Paytaxtı Nişapur olan Səlcuq dövləti. Toğrul dediyimiz kimi Səlcuq bəyin iki oğlundan biridir. Çağrı bəy idi, Toğrul bəy idi və Toğrul da dövləti yaradan şəxsdir. Birinci Toğrul dövləti yaratdıqdan sonra Qəznəvilərlə yenə də arası pis idi, təbii ki, və bu münasibətlər 1040-cı ildə Dəmdəməkan döyüşünün baş verməsinə gətirir, çıxardı. 1040-cı ildə Dəmdəməkan döyüşündə Sultan Toğrulun ordusu, Sultan deyilmələr, onu deyək, Sultan Dəmdəməkandan sonra Sultan olacaq. Toğrulun ordusu 1040-cı ildə Dəmdəməkan döyüşündə Qəznəvi dövlətinin hökmdarı Sultan Mənsurun ordusunu məğlub edir, beləliklə Səlcuqlar qalib gəlirlər. Dəmdəməkan döyüşündən sonra Mərv qurultayı keçirilmişdir. Baxın, önəmlidir. Kəslərə düşür, Mərv qurultayı 1040-cı ildə. Mərv qurultayında da qərarı alınır ki, şərqə və qərbə doğru yeni hücumlara başlanmasın. Daha sonra 1043-cü ildə paytaxt Nişapur şəhərindən Rey şəhərinə köçürülmüşdür və daha geniş ərazilərə yürüşlərə başlanmışdır. Azərbaycan tarixinin daha əvvəlki mövzularından keçmişik. 1054-cü ildə Azərbaycana yürüş edir Səlcuqlar, Rəvvadi və Şəddadi dövlətini tabe edir. Yadınızdadır, Şəddadi hökmdarı Əbüləsir və Şahın müqavilə imzalayır Səlcuqlar. 1055-ci ildə isə Sultan Toğrul gedir Abbasilər dövlətini hücum edir və Abbasi xəlifəsi onun hakimiyyətini tanıyır və bütün şərqin və qərbin hökmdarı adlandırır Sultan Toğrulu. 1063-1072-ci illərdə Alparslan hakimiyyət illərdir. Bizdə Alparslana aid, bu dövrə aid ən vacib hadisə 1066-cı ildə Şirvanşahların tabe edilməsidir. Şirvanşahların tabe edilməsi isə o deməkdir ki, bütün Azərbaycan torpaqları Səlcuqların hakimiyyəti altında birləşdir. Yaxşı deyin görə, biz bundan əvvəl hansı dövlətlər keçmişik? Bütün Azərbaycanı birləşdirən vahidadır. Sacı və Savana keçmişik. Bundan başqa 1071-ci ildə tarixdə ən məşhur döyüşlərdən Malazgirt savaşıdır. Malazgirt savaşında Səlcuq hökmdarı Bizansı məğlub edir və Bizans imperatoru Roman Diogen əsir alır. Və Bizans ərazilərinin çoxu Səlcuq dövlətinin tərkibinə keçir. Biz ümumi tarixdə daha geniş keçəcəyik. Alparslanın tutduğu əraziləri, Tiflis, Ani, şəhərləri var. 1072-ci ildə, 1079-cu ildə, 1092-ci ildə qədər isə Sultan Məlikşahın hakimiyyət illəridir. Məlikşahın hakimiyyət dövründə də paytaxt köçmüşdür, İsfahana köçmüşdür. Usta bunlara. Aysa olar. Usta sənətlər doğru. Qalır nəsə yaptı. Bir şey var, Mərv qalmış. Nə var? Mərv. Mərv qurultayı da döyüş var. Döyüş olmadı. Hə. Sonra
sən müqavilə. Düymələrə basaraq bölümü keçməyə çalışır. Mən tükmən sən müqavilə. Oje yazmam. Mən vurma. Nəysə. Azərbaycanda 11-ci sinifdə keçmədiniz məktəbdə. Mesela 2-ci dərsdə. Keçirlər, mən yalan deyil. Sultan keçirmə şeydir. Sultan şeydir. Sultan ayrısı. Olasın. Məlikşah hakimiyyət dövrü üçün əsas xarakteristik cəhətlər ümumi tarixdən yenə deyirəm keçəcək ki, Anadolu əraziləri, Konya, Ankara və s. ərazilərin tutulmasıdır. Azərbaycan tarixində dedik ki, ən çox iqta paylamış hökmdarlardan biridir Məlikşah və dövlətin ən qüdrətli çiçəklənən vaxtıdır. Son olaraq Səlcuq dövləti 1118-1157-ci ildə Sultan Səncərin hakimiyyəti dövründə yavaş-yavaş parçalanmağa başlayır, zəifləyir və parçalanır. Azərbaycan ərazisində Atabəylər dövləti, bundan əlavə olaraq isə Konya, Anadolu və s. Səlcuq sultanlıqları, İraq Səlcuq sultanlığı yaranmışdır. Ədəbiyyatda keçmişsiniz Sultan Səncər və Qarı. Nizami Gəncəvinin də deyilsin. Adını eşitməm gördüm. Belə. Uşaqlar, Səlcuqlar dövründə xərac düşür var idi, əsas vergi idi. Bundan başqa alaf var idi və nal bahası, şərab bahası kimi vergilər var idi. O bahalar buradadır. Bir də uc torpaqları var ki, Səlcuqlar dövründə uc adından görünür uc hissələr. Yəni sərhədləri qoruyan hərbçiləri verilir. Uçbaşı bizləri, uçbaşı... Asman var idi. Uc torpaqları bu il quruluş oldu. Bir də iqta torpaqlardır ki, iqta bilirsiniz, ərəb dövründə meydana gəlib və hərbi xidmət müqabilində verilən torpaqlar idi. İqta artıq bir müddətdən sonra başlamışdı irsi keçməyə. İqta böyük ərazilər verilirdi. Bir də Şirvanşahlar 11-12-ci əsrlərin keçiyi. Bu hissə sizə qarışıq gələ bilər. Ürümü qarışmadı Şirvanşahlara. Yox, hələ... Mən onda o sulara axırıncı şey Səncər oldu. Hə, sonuncu hökmdar Səncər. Ondan sonra sülh edir. Yox, parçalan. Uşaqlar, Şirvanşahları biz demişdik 3 dənə sülalə var. Birinci yaradan sülalə idi. Məziyyədilər sülaləsi. 1027-dən 1382-yə qədər Kəsranilər, 1382-dən Suqutuna qədər, yəni 1538-ə qədər isə Dərbəndilər sülaləsi idarə edir. Əslində orada bir qarşılığı var, orası düzdür. Çünki əslində İbrahim Dərbəndi, Dərbəndilər sülaləsinin birinci nümayəndəsi, Kəsrani hökmdarının əmsi oğlu idi. Əmsi oğlu idi, yəni qohum idi. O nə tər olur ki? Sadəcə İbrahim atası Dərbəndi idarə elədiyi üçün vaxtı ilə, ona görə Dərbəndilər sülaləsi adlandırılır. Boş verirsən, keçəndə deyəsən. Kəsranilərin ilk nümayəndəsi 1-ci Məmnun Çöhrüdür, 1634-cü illərdə. Biz, qulaq asın, 1-ci Məmnun Çöhrü ayı onu deyirik ki, Slavyanların yürüyüşünə keçmişdik. 1030-cu ildə Slavyanlar gəlir Azərbaycana. Məmnun Çöhrü əmr verir ki, Arazın qarşısını bəndilə kəssinlər. Keçirlər, amma deyək. Hə, bəndilə kəssinlər. Sonra 1063-1096 Fərqürüzün hakimiyyət illəri idi. Fərqürüzün dövründə təbii ki, 1066-cı ildə Səlcuqlara tabi olur Şirvanşahlar və bu dövrdə Fərqürüz artıq Şirvanşah tituluna məhrum olur. 1066-cı ildə Şirvanşah tituluna məhrum olur, çünki ancaq Şirvanşahların daxilini idarə edilir. Və bu hadisədən sonra Şirvan hökmdarları Məlik titulunu daşımağa başlayırlar. Sonra Şirvanşah titulunu bərpa edəcəklər, amma hələ ki bu dövrdə Məlik titulu daşıyırlar. 3-cü Məmnun Çöhrün hakimiyyətləri 1120-1160-cı illərdir. 3-cü Məmnun Çöhrün hakimiyyəti dövrü ən qarışıq dövrüdür Şirvanşahların. Çünki Şirvanşahlar dövləti Səlcuqlara xərac verirdi. Və bir tərəfdə də Gürcülərlə də müttəfiq idi 3-cü Məmnun Çöhr. Bu Məmnun Çöhr Gürcü çarı 4-cü Davidə arxalanaraq, ona arxalanır və başlayır Səlcuqlara xərac ödəməməyə. Səlcuq sultanına xərac ödəməməyə başlayır. Gürcülər də Şirvanşahların o zəif durumundan istifadə edirlər və 1121-ci ildə tarixdə Didiqor döyüşü başlayır. Didiqor döyüşü. Gürcü çarı Səlcuq qüvvələrinə məğlub edir Şirvanşahların dəstəyi ilə. Və 1122-ci ildə Gürcülər Tiflisi tuturlar və Tiflis müsəlman əmirliyi süqut edir. Bundan sonra 1123-cü ildə İraq Səlcuq sultanı Mahmud Şirvana yürüyüş edir. Nə üçün yürüyüş edir? Bu da səbəbini dedim. Çünki Şirvanşahlar İraq Səlcuq sultanına xərac ödəməli idi. Amma üsyan edirlər, ödəmirlər. O da 4-cü Davidə arxalanır bilərdir, 3-cü Məmnun Çöhr. Lakin Sultan Mahmudun yürüyüşü uğursuzluqla nəticələnir.
Şirvanşah hökmdarı, Gürcü çarı, bir də orada Qıpçaqların hökmdarı falan əlavə adamlar var. Qazanlı. Onlar birlikdə İraq Səlcuq sultanını məğlub edirlər. Sultan Mahmudun yürüşündən sonra Şirvanşahlarda bir boşluq olur da, belə desə bir qədər zəifləmiş vəziyyətdə olur və Gürcü çarı 4-cü Zabitdə bundan istifadə edir. Şamaxıya hücum edir, deməli, Buğurt qalasını gedir tutur, Şabranı tutur və qarət edir Şirvanşahların ərazilərini. 1160-cı ildə 3-cü Məmnun ölən zaman onun Gürcü arvadı var idi, Tamar. Tamar istəyir ki, Şirvanı birləşdirsin Gürcülərə birləşdirsin. Lakin işə kim qarışır? Atabəy Şəmsəddin Eldəniz. Eldənizlər dövlətinin hökmdarı Atabəy Şəmsəddin Eldəniz işə qarışır və Məmnun oğlu olan 1-ci Axsistanlı Şirvanşahlarda hakimiyyətə Arvadına qalı ələkdirir. Kim idi amma? nə deyir? Arvadın adına qalır. Sən Möminə xatun türbəsini deyirsən. O, Eldəniz idi. Ömrünün davamı yaxşısın. Gördün, hər yoldaşım var. 1186-cı ildə Möminə xatun türbəsi. Şola, 1-ci Axsistan hakimiyyətə gəldikdən sonra Asminov. Atabəylərlə dostluq, Gürcülərlə dostluq, Xarəzmşahlarla dostluq münasibətləri qurur. Asminov. 1-ci Axsistan 1173-cü ildə, olasın, 1173-cü ildə Gürcüstanda Gürcü çarına qarşı üsyan baş verərkən ona köməyə gedir. 1175-də Slavyanlar Şirvanşahlara yürüyüş edəndə Gürcü çarı Georgi gəlir, Axsistana kömək edir və 1192-ci ildə də paytaxtı Bakıya köçürülür. Nə üçün? Çünki Şamaxıda zəlzələ baş vermişdir 1192-ci ildə. Baxın, mən sizə əminliklə deyə bilərəm ki, Şirvanşahlar dövlətinin bu dövründən sual düşsə Axsistandan düşəcək. Ya Didiqori döyüşü, ya da ki, deməli, Axsistan dövründən düşür. Əsasən, paytaxtı götürürlər. Məsələn, Niyə olur isə? Yox, paytaxtın köçürülməsi, o da düşür, düzdür, o da düşür. Amma Didiqori döyüşü 1066 Səlcuqlara tabi olmaq, Didiqori döyüşü və Axsistanın dövrü daha çox belə düşə biləcək potensial. Səlcuq dövründən də Azərbaycana aid 1040 döyüşüdür, Rəvadlərin və Şirvanşahlara tabi edilməsidir. Sonra Malazgirt savaşıdır. Bax, bunlar ən önəmli hissələr. Orada yəni ki, ən önəmlisi Abbasilərin tabi Sən nə demək? O da önəmli, yox, çox önəmli. O da düşür. Yaxşı.